Adam ruzusu barədə səksəkədədir. Və ya ruzusunu kiminsə əlində görür. Sadəcə olaraq elə bir qəflətə düşüb ki, qıraqdan bunu görürlər, özü öz halının fərqində deyil. Necə sənə çatacaq ruzunu kimdənsə aslı bilirsən? Hansı ki, o özü Allahın əlində əsirdir, rahimullah deyir. O özü Allahın mülkündən bir cüzdür. Fikir verin, qəlb Allaha təvəkküldən yoxsun olanda gör necə zəlil və necə zəif vəziyyətə düşür, hətta insanlar önündə. Öz vüqarını, öz heybətini necə itirir, öz izzətini. Amma Allah Azza və Cəllə buyurur ki, həqiqi izzət kimə aiddir? Allaha, Rasuluna və möminlər, lakin münafiqlər bunu anlamazlar. Lakin bu həqiqi möminlərə xas bir vəsfdir.